Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Yəqin ki, artıq başa düşdünüz mən hardayam. Biz Hövsana gəlmişik. Bura mənim atamın evidir, hansı ki, bir neçə gündən sonra yox olacaq. Burada sizin üçün bir neçə gün dalbadal çəkdim və hamısını bir videonun içinə saldım. Çünki bir günün içində çoxlu video çəkməmişdim, az-az çəkirdim. Onu da arada qohumlarım, tanışlarım yadıma salırdı ki, heç olmasa buranı çəkərdim, heç olmasa oranı çəkərdim. Heç əhvalım yox idi ki, video çəkim sizin üçün, amma qohumlar yadıma salırdılar, çünki dedilər qoy yadigar qalsın. Hər dəfə Hövsana gələndə, hər dəfə bu barədə sizə danışıram. Görürsüz, üzbəyüz olan ev artıq ucu sökülür. Oradakı yaşayan qonşularımız artıq özlərinə ev alıblar və köçüblər buradan. Hər bir şeyini sökdülər. Krişa, pəncərə, qapılar, pollar, hər bir şey. Bura Hövsanda dəmir yolun qırağında yerləşir. Bu tərəf plana düşüb deyə buradakı evlər hamısı söküləcək və bunun yerinə dəmir yol düzəldəcəklər və burada təzə elektriçkalar gedəcək. Yəni sürətli qatarlar buraxacaqlar 28-dən Hövsana qədər. Kim ki Hövsanda çoxdan yaşayır, onlar bilirlər ki, burada əvvəl qatar yolu var idi. Yəni elektriçka burada əvvəl işləyirdi, yollar var. 28-dən düz Hövsana qədər biz istifadə eləyirdik, minirdik o elektriçkaya. Amma ondan sonra nədənsə dayandı, işləmədi burada elektriçka, ancaq qruzavoy poyezdlər gedirdi, gəlirdi, nəsə daşıyırdılar. Amma indi təzədən bərpa eləmək istəyirlər. Yeni yollar düzəldəcəklər, bir neçə dənə reyslər gedəcək və ona görə orada yalnız bir qatar üçün yol var deyə buranı sökürlər və yolu geniş eləyəcəklər və qatarla üzbəyüz, səhv etmirəmsə dedilər ki, böyük bir park olacaq. Tut yetişdi və uşaqlara dedik ki, axırıncı dəfə gəlin tut ağacın üzərində dırmaşın, tut yeyin xeyli, çünki artıq bundan sonra daha bu ağacın üzərinə dırmaşa bilməyəcəksiniz. Bunun altında, bunun kölgəsinin altında oturub oynaya da bilməyəcəksiniz. Burada hər yay burada bu kölgənin altında uşaqlar üçün baseyn qurardıq və onlar burada qəşəng sərində çimərdilər. Artıq sayılı günlərimiz qaldı və biz də dedik gələk artıq veşlərimizi yığaq və başqa yerə köçürdək veşləri və nə lazımdırsa onları götürək, lazım olmayan şeyləri isə sataq, yandıraq, paylayaq, belə. Neçə gündür qardaşım gəlirdi bura, lazımlı şeyləri götürürdü, sonra bir yerə yığırdı, sonra biz fikirləşdik ki, artıq da bizim işimiz qaldı. Daha önce qardaşım bilmir nə lazımdır, nə yox. Dedik ki, gedək bir yerdə köməkli, həm adam çox olanda iş daha tez gedir və dedik gəl gedək, tez bazar ona kömək eləyək, yerləşdirək. Burada isə bu ağacda da artıq meyvələr yetişdi. Bu deyəsə qarağat deyilir bu meyvəyə. Qarağat da yetişdi. Bu ağacı aparmaq istəyirdim axırıncı dəfə bura gələndə, amma baxdım ki, çox yekədir. Özüm onu tək çıxarda bilməyəcəm, çünki yoldaşımsız gəlmişdim, tək gəlmişdim və ona görə ağacı çıxarda bilmədim. Həm yekədir, maşına da yerləşdirə bilməzdim və ona görə hayf qaldı burada. Mamamda çöldə bir yekə şkaf var idi, onun içində çoxlu bankalar idi, boş, dolu bankalar, onları da hamısını mamam özü söktü. Xalamla birlikdə söküblər oranı, bankaları yerləşdilər, yaxşı bankaları bir qırağa, pis bankaları isə o biri tərəfə, qalanları isə hamısını aparıb satacağıq. Xalçaları da seçdik, hansı ki mama işlədəcək, yaxşı olan xalçaları da qoyduq qırağa. Şirkəti çağırdıq, onları apardılar yumağa. Sonra belə lap köhnə olan xalçaları isə saxladıq elə orada. İstədik kiməsə verək, amma bilmədik kimə verək və ona görə heyf qalıblar orada. Hardasa bir 4-5 dənə yaxşı vəziyyətdə olan xalçalar qalmışdı. Sonra pərdələri çıxartdıq.
buradan və mama dedi ki, gəl onu tez bazar burada yuyum. Nə qədər ki işıq var, nə qədər ki paltar yuyan işləyir, onları yuyum. Təmiz yığım, aparım o biri evə. Bu arada mamam artıq ev aldı, evi seçdik, getdik, baxdıq. Çox qəşəng səliqəli evdir. Bu dəfə sizi üçün çəkə bilmədim, özüm amma getmişdim. Çəkə bilmədim çünki başımız o qədər qarışmışdı və o hayda deyildim ki, sizə nəsə çəkim. Burada yenə də bayaq dediyim kimi qohumlar, sonra bacım, mamam hamı yadıma salırdı ki, buranı da çək, oranı da çək. Çünki sonra özləri də oturub baxırlar və illər keçəndən sonra ürəyimiz istəyəndə buranı görməyə bir video olsun, qoşaq və yenə də yadımıza salaq. Bura biz uşaqlı gəlmişik. Nəyə görə? Əslində istədim uşaqları evdə saxlayım, özüm gəlim. Çünki burada çirkli bir iş qalıb da. Dedim özüm gedim, təmizlik iş görək, həm də uşaqlar ayağının altda gəzicəklər, hər dəfə ya su istəyərlər, ya yemək istəyəcəklər. Bizim də vaxtımız yoxdur onlara qulluq eləməyə və istədim onları evdə saxlayım, amma mamam dedi ki, gətir qoy axırıncı dəfə burada gəzsinlər və uşaqlar da bizi o qədər kövrətdilər ki, hara baxırdılar, deyirdilər ki, biz burada falan şey eləmişik, o biri tərəfdə biz bunu eləmişik, bir-birinə deyirdilər, nə harda düzəldirdilər. Biz də onlara qıraqdan durub qulaq asa o qədər kövrəlmişdik ki, amma başqa bir variantımız yoxdur. Bir tərəfdən yaxşıdır ki, ev sökülür. Çünki biz burada qala bilməzdik. Bura gələndə köhnə günlərimiz yadımıza düşür. Papamın hər bir küncdə necə oturmuşdu, nə deyirdi, nə düzəldirdi, hər bir şey elə bil gözümüzün qabağındadır və bura gələndə o qədər ürəyimiz ağrıyır ki, özümüzü çox pis hiss eləyirik. Həm də ki, mamam tək həyət evində yaşaya bilməzdi. Çünki həyət böyükdür, həyətə baxmaq lazımdır. Həm də o öyrəşib bu evin içində o qədər adamlar var idi və birdən-birə bu evin içində tək qalmağa o heç cürə qəbul eləyə bilməzdi. Ona görə o biri tərəfdən də ki, yaxşıdır ki, onlar bu evi sökürlər. Artıq lazım olan veşləri yığmışıq, qoyuruq qırağa, maşına yükləyirik və burada bəzi mebellər qalacaq. Misal üçün bu divanlar qalacaq, onlar çox köhnədir. Sonra yerdə qalan xalçalar, onları bilmədik çünki hara verək, kimə verək bilmədik və ona görə bu xalçalar da burada qalır. Səhərdən axşama kimi o qədər işlədik, elə yorulduq ki, sözlə demək mümkün deyil və bacım sağ olsun bizim üçün yemək hazırlamışdı. Ləvəngili belə toyuq hazırladı və yanında da aş. Birinci dəfədir belə bir şey hazırladı, çox qəşəng və dadlı çıxmışdı. Магазин. Билет, пошли. Ну такая миссия. Burada artıq növbəti gündür, səhər tezdən durmuşuq, səhər yeməyimizi hazırladıq, uşaqları da yedizdirdik, hazırladıq və təzədən o biri evə getməliydik. Amma getməmişdən qabaq papamın yanına getmək istədik. Плохо было, да? Мы уже все тут приготовили.
Не надо, есть, да, 2 бачка. Biz artıq bacımla gəldik. Gələn kimi mütləq və mütləq çay içirik çöldə. Bəlkə də 40 dərəcə istilik var, amma biz dözə bilmirik. Bizim üçün mütləq sərinlənmək üçün çay içmək lazımdır. Bu çay yaşıl çaydır. Birdən fikirləşirsiniz ki, bunun çayın rənginə bax, ağappaqdır bu, yaşıl çaydır. Ona görə bu rəngdədir. Sizə nə göstərmək istəyirəm? Özümə keratinli saçlar üçün şampun götürmüşəm. Burada Hövsanda. Deməli, buralarda kim yaşayır, onlar bilirlər. İndi başa salacağım hansı tərəfdə. Bu svetofor var burada, şüşəli bazar. Əvvəl şüşəli bazar var idi, belə böyük univermaq kimi bir mağazin idi. Sonra bağlandı. İndi orada tatlı dükan açıblar. Yekə 2 mərtəbəli tatlı dükan var. Onunla üzbəyüz yolu keçirsən. Biləkənin üstündə, orada üstündə yazılıb aptavoy qiymətlərlə nəsə belə bir şey yazılıb. Oradan almışam. Özümə belə keratinli saçlar üçün balzam götürdüm. Bu deməli bu seriyadan şampun mən alırdım, amma adi də saçlar üçün almışdım. Çox qəşəngdir. Mənim saçıma gedir. Mənim saçım elə cotdur ki, yox qalındır, həm də şampun mənim saçıma düşməyəndə cod olur. Və mən bu şampunu istifadə eləmişdim. Qəşəngdir. Saçıma qəşəng getdi. Və ona görə bu seriyadan aldım, amma keratinli saçlar üçün sulfatsız bu balzamdır və bu isə şampundur. Qiyməti 5 manat şampun, 5.50-yə balzamı idi. İstədim bir seriyadan alım, amma yox idi. Ona görə biri belə götürmüşəm. Bu ikisi də sulfatsızdır. Bunu özümə götürdüm. Bunu qızlar üçün götürmüşəm. İpək şampun. Bunu da istədim götürüm yağlı saçlar üçün, amma yox idi. Ona görə götürdüm pütü tip saçlar üçün. 3 manat 50 qəpiyə. Oradakı qiymətlər əladır. Özünüz bilirsiniz də, indi Bravoda ilə Arazda deyəsə ipək satılır. Qiyməti 5 manata idi deyəsə, ya 5 neçəyə. Bu da bizim balaca kişimiz doğurdu. Bir də bizim kişilərə belə şampun götürmüşəm. Belə yekəsindən götürürəm. Çünki onlar həm bədəni yuyurlar bundan, həm saçını yuyurlar və su kimi gedir bizdə şampun. Ona görə belə yekəsini götürdüm ki, biraz uzun müddət olsun. İndi biz həyətdə baseyn quraşdırmışıq deyə hər gün onlar çimirlər. Hər gün şampun bizdə gedir deyə ona görə yekəsindən almışam ki, biraz uzun müddət olsun. Belə, bu qədər. Bacımla getmişdik. Bacım da nəsə alırdı özünə və dedi, sən nə qədər şampun götürmüsən? Çünki mən özümdə şampun xəstəsiyəm. Mən xoşlayıram evdə zapas olsun, mütləq zapasda şampunlarım olsun. Misal üçün qızlar üçün şampun hələ var. Onu işlətməyəcəyik, qoyacağım zapas olan şkafa. Bir də kişilər üçün də. Onlarda Head and Shoulders var. Hələ ki bitmədi, qoyacağım zapas üçün. Qalsın. Belə, bir də çay içim. Qəşəng. Qəşəng sərin yox, isti çay. Belə. Зачем назад пошли? Мы хотим назад. Я сейчас назад меня пойдут. Зачем это? Потому что Biz evin içində iş görürdük, uşaqlar isə çöldə gəzirdilər, başqa qonşular necə köçürdülər ona baxırdılar. Çay. Все. На этом закончим.
Hər səhər açılan kimi papam bu radionu qoşardı və oturub xəbərlərə qulaq asardı, mahnılara qulaq asardı. İndi isə bu radionu nə qoşan var, nə də ki qulaq asan. Burada isə papamın ofisi olmuşdu. Burada onun bütün instrumentləri çox səliqəli yığardı. Hətta bura girib hansısa bir kəlbətin ya balta götürməyə heç kimə icazə verməzdi. Çünki deyərdi ki, buranı girib dağdasız və özü gələrdi, öz əlləri ilə səliqəli götürərdi, sonra yerdə qoyardı. Burada özü tozu silərdi. Çox qəşəng səliqəli buranı saxlayırdı. İndi isə görün nə vəziyyətdə qalıb bura. Daha yoxdur bizim ata evimiz. Daha bitdi bizim isti ocağımız. Qaldı ancaq xatirələr. Hansılar ki, heç kim silib ya da ki, heç kim dağıda bilməz. Dobra. Индийский мальчик. Покажи меня. Bə. Индийский.